mən deyərdim, Biləsuvar rayonu üçün ən böyük faciələrdən biridir. Mənim övladım, eyni zamanda 5 övladım. Hamısı mənim balalarım. Ali təhsilli. Dünyaları dəyişmək bizim üçün, Biləsuvar rayonu üçün, eləcə bizim ailələr üçün böyük faciədir. Və heç kimin ailəsinə belə faciə yaşamaq arzu eləməzdir. Qarabağda şəhid olan insanlar nə çəkdi, atalar, analar nə çəkdi, indi mən başa düşürəm ki, doğrudan da övlad dərdi nə qədər çətindir. Əlbəttə ki, bu günləri övladlarımızı böyüdüb başa çatdırırıq, zülümlə oxuduruq, boya başa çatdırıb və onların yanlış hərəkətləri, onların bu faciəyi gətirib çıxarmasına səbəb olur, heç kimə qismət olmasın, heç kimə arzu eləmirəm. Gecə vaxtları da bilirsiniz ki, nəqliyyat sıxlığı yaşanır. İstər gündüz, istər gecə. Xahiş eləyərdim sizdən, övladlarınıza deyin, gecə vaxtı hərəkətdə olmasınlar, maşınlar insanları ölümə götürür. Piyada hərəkət etmək, velosipedlə hərəkət etmək daha yaxşı olar nəinki. Avtomobillə. Bir dənə oğlan etdi, bir dənə oğlan etdi. Deməli, mənim qonşunun 2 oğlu, mənim 1 oğlum. Dostlar, 3'ü də. Daim onları mən istisna aparırdım, gəzməyə aparırdım. Daimi bir yerdə olublar. Və indi hazırda 3'ünün də şəkili bir yerdədir. Bir yerdə də onların, necə deyirlər, məclisi gedir və eyni zamanda 3'ü də bir yerdə dəfn olunublar. Böyük faciədir, Allah heç kimi göstərməsin. Çox çətindir məsələ. Yəqin ki, sürət olur da bu. Bəli, yəqin ki, sürət olub. Mən dəqiq vaxtda hələ məlumatım yoxdur. Amma elə bilirəm ki, sürət olub. Heç vaxt o asta gedən, çox uzaq gedər. Bizim atalar sözü var. Ruscada deyir, teşi yediş, davşı qoş. Amma əlbəttə ki, asta sürmək, əlbəttə ki, insan heç vaxt ölümə aparmaz. Ha, oradan da geliyor, Mənim oradan da üçün hər yol bir var, oradan da müəmmalı yol var. bunların ölümü. Mənim üçün böyük faciədir. Yaşaya bilmirəm, çox çətindir. Ancaq məcburuq. Digər övladlarımızın xətrinə məcburuq. Allah heç kimə göstərməsin. Və qonşumun da 2 övladı. Biri deməli Aqrar Universiteti qurtarmışdı. 1 il İzmirdə təhsil almışdı. O birisi də Bakı Dövlət Universitetini qurtarmışdı. Mənim oğlum Zaqatala İqtisadiyyat Universitetinin turizm otelçiliyi. Hazırda Aram Marketdə müdür müavini işləyirdi və hazırlaşırdı müdür keçməyə, satış qismət. Allah rəhmət eləsin, Allah səbir versin, ağsaqqal sizə. Hörmətlə, istəklə deməli. Dediyim kimi hal-hazırda bugün Zəhmədabad kəndində 5 gəncin ölümünə səbəb olan yol hadisəsində bugün 3 gəncin bir yerdə məclisi keçirdiyi üçün özümüzə borc birlik çəkək işıqlandıraq. Allah ruhlarını şad eləsin.